Gənclik Molun qarşısındayıq, hansı ki uzun müddətdir burada hərəkətin təşkili ilə bağlı müəyyən dəyişikliklər edilib və sosial şəbəkələrdə də bəzi işi bilən, bilməyən insanlar müxtəlif ideyalar səsləndirirlər, dırnaq arası deyirəm və müxtəlif yozmalarla məşğul olurlar. Ancaq burada əslində nə baş verir, tıxac nədən yaranır, bunu necə həll etmək sualının cavabını konkret yazmırlar və yaxud da təklif etmirlər. 3 zolaq hərəkət var. Bəs burada niyə tıxac yaranır? Tıxac ona görə yaranır ki, burada butulka effekti var. Burada dar boğaz əmələ gəlib. Niyə? Qabaqda görürük. Maşınlar çıxır oradan, 2 zolaq oradan gəlir. 2 zolaq ortadan gəlir və 2 zolaq da ən sağ tərəfdən. 6 zolaq gəlir, birləşir, burada olur 3 zolaq. Bax, bu 6 zolağın yükün 3 zolaq çəkə bilirmi? Yox, təbii ki, çəkə bilməyəcək. Və sonra nə baş verir? Burada sağ zolaq, yəni avtobus zolağından sonraki zolaq düzünə və sağadır. Yəni siz sağa Gənclik Mola da girməlisiniz. Tıxacın yaranmasında bu Gənclik Molun özünün də rolu var. Ümumiyyətlə, bir çox ticarət mərkəzlərinin tıxaca birbaşa təsiri var. Gənclik Molun var, Park Bulvar var, 28 Molda da müəyyən saatlarda bu baş verir. Ona görə ticarət mərkəzləri ilə bağlı da qaydalara baxmaq lazımdır. Niyə onlar tıxac yaradır? Çünki Azərbaycanda qanunvericilikdə bir boşluq var. Qaz balonu olan avtomobillər yeraltı parkinqlərə girməməlidir. Bu, dünya təcrübəsində belədir. Azərbaycanda bunun hər hansı bir məhdudiyyəti olmadığına görə yeraltı parkinqlərin, xüsusən də ticarət mərkəzlərinin, parkinqlərinin mühafizəçiləri özləri tədbir görmək zorundadır. Nə tədbir? Bir-bir avtomobilləri saxlayırlar ki, bagajı aç, baxın, qazdır, qaz deyil. Amma biz bu məsələni ayna ilə müzakirə də etdik. Mən də təklif etdim ki, Gənclik Molun qarşısındakı tıxacı Gənclik Mol özü yaradır, mühafizəçilər yaradır. Parklanmaya girən avtomobilləri bir-bir məzələnə yoxlayan insanlar yaradır. Məsuliyyətsiz insanlar, onların nə vecinədir, çöldə nə baş verir? Yəni, sən Range Rover'in bagajını niyə yoxlayırsan, ay qardaş? Range Rover'in bagajını, Range Rover'e qaz quraşdırırlar. Kimin nəyinə lazım? Adam 250 minlik, 300 minlik maşın alıb ki, qaz quraşdırsın, sənin başın işləyir, onu yoxlayırsan. Yəni, bir qədər də məsuliyyətsiz olmaz da, yəni, yoxlamaq olar. Amma bax gör hansı maşınları. Adətən kobaltlar qaz bir quraşdırıb, bəli. Ümumiyyətlə, kobalt ora niyə girir ki? Kobalt taksidir. Gəlir burada ayna tərəfindən indi göstərəcəyik. Təzə drop-hop yaradılıb, yəni taksi minik avtomobilləri üçün sərnişinləri mindirib düşürmə məntəqəsi. Sərnişinli ya oradan mindirəcək, ya düşürəcək, çıxıb gedəcək. Sən bu xəstəlik nədir axı? Bütün yeraltı parklanma yerlərində bir-bir bagaj açdırırsınız ki, aç baxım, aç baxım. Nəyə baxırsan? Yəni, bu düzgün deyil. Ya biz qaydalara salmalıyıq o məsələni, qanunvericiliyə gətirməliyik. Məncə də ən gözəl çıxış yolu budur ki, qanunda birbaşa yazılsın. Qaz balonu olan avtomobillər yeraltı parklanma yerinə girməsin. Əgər girməyə cəhd göstərirsə cərimə, aldadıb giribsə cərimə. Ondan sonra o girməyəcək və mühafizəçi də orada dayanıb Range Rover'e deməyəcək bagajı aç. Yenə deməyəcək aç bagajı, görüm qaz quraşdırmırsan ya yox. O baxımdan düşünürəm ki, qanunvericilik tərəfinə də çox ciddi yanaşmaq lazımdır. Və ən nəhayət, mənim fikrimcə, ümumiyyətlə burada avtobus zolağı olmamalıdır. Bu 100 metr məsafə konflikt nöqtəsidir. 100-200 metr təxminən Koroğlu Rəhimov küçəsi ilə kəsişmə nöqtəsinə qədər. Yəni, tunelə girənlər bir, oradan çıxanlar, sağa çıxanlar, yəni Koroğlu Rəhimov küçəsi ilə aşağı düşənlər, bu da 2. Çünki geriyə dönmə rahatdır. Yəni, təzədən geriyə dönüb Gənclik meydanına bura qayıdırıq. Gənclik Molun əks tərəfi, Atatürk Parkı tərəfə. Geriyə dönmə yeri rahatdır. Amma Koroğlu Rəhimov adətən sıxlıq olur. Və nəticədə sağa çıxıb Koroğlu Rəhimov küçəsinə girmək istəyənlər həm də avtobus zolağına görə ilişib qalırlar. Bəzi insanlar hələ də bu sarı toru görəndə qorxuya düşür, vahimiyə düşür, qırıq-qırıq xətt axtarır. Qardaş, bu da həmən qırıq-qırıq xəttə bərabər tutulan bir məkandır. Ən vacib məsələlərdən biri. Burada avtobus zolağı zolaq kimi qala bilər. Amma qırıq-qırıq xəttləri çox olmalıdır. Koroğlu Rəhimov küçəsində də mən düşünürəm ki, bir zolağı uzatmaq lazımdır. Ən sağ zolağı ki, bu yanacaq doldurma məntəqəsinə qədər orada avtomobillər dayanmadan rahat şəkildə Koroğlu Rəhimov küçəsinə çıxa bilsin. Çünki dayananda quyruq əmələ gəlir. Quyruq əmələ gələndə də vurur, bu yolu çöktürür. Baxın, burada 200 metr yolu bu Gənclik Mol tıxac yaratmasa, avtobus zolağının burada olmasının heç bir əhəmiyyətini görmürəm.
Əgər soruşurlarsa ki, burada tıxacı necə həll etmək olar, mən də səmimi şəkildə deyirəm. İctimai nəqliyyatı biz dəstəkləyirik, avtobus zolaqlarını bir mənalı dəstəkləyirik, amma burada konflikt nöqtəsi yaradırsa, mənə o zolaq lazım deyil. Eyni zamanda tuneli keçəndən sonra da 5 nömrəli xəstəxananın qarşısına qədər kəsişmə nöqtələri çoxdur orada, yəni həyətlərə giriş-çıxış. Biz də dəfələrlə bunu çəkib göstərmişik. O həyətə girib çıxan, sağdan gələn avtobusu gözləyir və aləm dəyər bir-birinə. Orada heç vaxt tıxac olmamışdı. Zolaqdan sonra, bax, həmin küçədə də sıxlıq var. Yəni, tuneli keçəndən sonra Koroğlu Rəhimov küçəsinə dönəndə bir nöqtə var, tıxac nöqtəsi və düzünə gedəndə də avtobus zolağına görə əməlli başlı konflikt yaranıb. Ona görə düşünürəm ki, bu məsələləri daha, belə deyək də, sivil formada həll etmək lazımdır. Burada ay geri çəkilmək, ay nə bilim filan yoxdur. Aynanı qınamaq da lazım deyil. Müəyyən yeniliklər bəzən əks təsirlər yarada bilir. Bizim bugün burada olmağımızın da səbəbi odur ki, burada nə baş verir sualının cavabını tapaq və biz tapdıq, izah elədik və ümid edirik ki, aidiyyatlı qurumlar, eləcə də bu Gənclik Mall rəhbərliyi ortaq bir məxrəcə gələcəklər. Qanunvericilik bazasına baxmaq lazımdır. Yəni bilirsiniz, kimsə gəlir deyir, biləyim ağrıyır. Amma məlum olur ki, biləyin ağrımağının birbaşa beyinlə əlaqəsi var. Amma biz ancaq elə bu hissədə ilişib qalmışıq. Görürsünüz, qanunvericiliyə baxmaq lazımdır, bəli. Ticarət mərkəzlərinin məsuliyyəti olmalıdır, bəli. Sürücünün məsuliyyəti olmalıdır, bəli. Bu hissədə bizə avtobus zolağı lazımdırmı? Xeyr, mən belə düşünürəm. Ona görə burada avtobuslara görə heç vaxt tıxac olmuyor. Burada sadəcə dayanma durma qadağan olunur, taksilər üçün şərait yaradılır və ciddi kamera nəzarəti. Ondan sonra baxın görün burada hərəkət necə tənzimlənəcək. Avtobuslar rahat gedəcək, maşınlar da rahat gedəcək. Çünki 6 zolağı gətirib 3 zolağa yığanda biz bu nəticəni almalıydıq. 3 zolaq da burada təxminən gəlirdi. Bax, o nöqtədə olur 3 zolaq. Qaradasa 30 metrdən sonra da olacaq 2 zolaq. Niyə? Çünki biri düzünə və sağadır. Sağa da bu Gənclik Molla buterbrod yeməyə gələnlərin əksəriyyəti yoludur. Girirlər orada ki, avtobusa problem yaratmayın və s. Elə biraz bax, indi görürük də yeri gəlmişkən girib avtobusun yolunda kəsirlər. Ticarət mərkəzlərinə bu qədər axın varkən, yəni yoxlama məsələsini tənzimləməliyik. Mütləq. Burada problemimiz burada yoxlamadır. Elə bir nöqtədir ki, avtobus solağı çəkir də, yəni bax oradan bura qədər avtobus solağı. İndi avtobus gəlir, baxaq görək nə olacaq. Döndü sağa, gördünüz? Yəni bura gəlmədi. Bütün avtobuslar gəlir, dönür ora. Və oradan da çıxırlar bu tərəf. Buradan da gəlib belə çıxırlar. Buradan da çıxıb sağa gedirlər. O zaman burada bu bas yazısının nə xeyri var, yəni nə ehtiyac var bu bas yazısı? Bura boşdur. Taksi mindirib düşürmək üçün gözəl bir məkandır. Taksilər üçün burada da şərait yaratmaq olar. Yeri gəlmişkən, bayaqdan elə burada 10 dəqiqə durmuşuq, 7-8 nəfər müştərini elə yolun ortasında düşürüb gedib. Bax, boşdur da, avtobus zolağı yazmışsınız, heç bir maşın gəlmir. Bura heç bir nəqliyyat vasitəsi girmir. Avtobus da gəldi, oradan döndü sağa. Buradan da gəldi, çıxdı Gənclik Mollun qarşısından sağa. Və ən pisi də odur ki, bəzən avtobuslar buradan çıxanda sürücülər fikirləşirlər ki, ən sağ zolağa girsə, gedib qabaqda Gənclik Mollun parkovkasına, yəni parking yerinə girən sürücülərə görə ilişib qalacaqlar. Ona görə zolaq qalır boş, birbaşa basıb çıxırlar ikinci cərgiyə və 6 zolaqlı yolun da ən azı bir ikisini onlar tuturlar. Çünki iri qabarıtlı nəqliyyat vasitəsidir. Onun bir zolaqda manevr eləməsi mümkün deyil. Ən azı ikisini tutur. Onda da aləm dəyər bir-birinə. Ona görə bax, burada konfliktin bir-biri ilə zəncirvari əlaqəsi var. Yəni, burada hətta uçan quşun da bu tıxacda bir günahı var, səhvi var, nəsə var. Bax, Bakubas avtobusu, gör, necə dönür, bax, qabaritə bax. Bir dönüş eləmək üçün ən azı 2 zolağı tutdu. Hər dönüşdə də əgər digər nəqliyyat vasitələri dayanıb ona yol verməli olurlarsa, o zaman aləm dəyər bir-birinə. Bax, gördünüz, bu da növbəti avtobus, bu da növbəti avtobus, arxasınca yenə gəlir. Hamısı gəlir, dönür, bunların o son dayanacağıdır bura. Gənclik Nəqliyyat Mübadilə Məntəqəsi. Yəni, bura qalıb boş. Bax,
gözəl taksi duracağıdır. Saxlayır yolun ortasında. Taksi yox. Ümumiyyətlə bütün nəqliyyat vasitələri üçün burada mindirib düşürmə nöqtəsi yaratmaq olar. İndi birini qabaqda yaradıblar. Bu gündən artıq xəbəri də yayıldı ki, belə bir şey var. Alqışlayırıq biz bunu. Amma biri də burada olsun da, yəni burada ən azı hələ taksi dayanıb müştəri gözləsə belə 3 dənə maşın dura bilər. Hətta yəni mindirib düşürmə daha yaxşısıdır, ən yaxşısıdır. Çünki bura boş olsa daha yaxşıdır. İndi bax o zolaqla gələn maşınlar konflikt yaradırlar ki, o biri yola keçsinlər. Ora keçməmək üçün elə buradan gəlib gedə bilərdi də. Yəni bax orada bir sıxıntı var. Bakubas buradan çıxanda bir sıxıntı yaradır. Çünki buradan Səkinin tinini götürüb Bakubasa daha yaxşı çıxış yaratmaq olardı. Onu da eləməmişik. Və ümumiyyətlə mən deyirəm, burada avtobus zolağının digər nəqliyyat vasitələri ilə paylaşılmasına ehtiyac var. Bax, bu da çıxdı. İkinci zolağı götürdü, bax. Bu zolaqda maşın olsa, avtomatik onu dayanıb gözləməlidir ki, vurmasın. Deməli, hamısı eyni problemi yaşayır. Mən təklif edirəm ki, bax, Səkinin o tinini götürmək lazımdır. Görək, bu avtobus sürücüsünün başına nə iş gələcək? Başına nə iş gəldi? Bax, gəldi, dirəndi, parkinqə girən sürücülərə görə yolun ortasında. Nə baş verdi? Çıxdı ümumi istifadədə olan digər yola. Və beləliklə avtobus zolağı getdi işin dalınca. Ona görə də burada avtobus zolağına heç bir ehtiyac yoxdur. Bu nöqtə boş olmalıdır. Bir-bir bütöv xəttinə və qırıq-qırıq xəttlər də qoyulmalıdır sağında, solundakı giriş-çıxış nöqtələri. Onunla da burada məsələ həll olunur. Bir zolaqla giriş var parkinqə, yeraltı parkinqə, amma onlar eləyiblər 3 zolaq. İndi sonra da axşam sosial şəbəkədə yazacaq. Ayna işi görə bilmir, tıxac yaranır. Konflikti yaradan özü axşam başlayır ağıl öyrətməyə. Professordur, akademikdir. Bu sarı toru görəndə, sarı toru, bəzi sürücülər əməlli başlı vahimə keçirdir. Qorxur ki, məni cərmələyəcəklər. Amma yerdə nişanlanma xəttini görürsünüz də, bax, ox işarəsi qoyub sağa, sağa. Orada da var, qabaqda da var. Yəni, buradan belə artıq siz bu zolağa daxil ola bilərsiniz. İndi biz az öncə yuxarıda da çəkiş elədik də. Avtobus zolağı nə qaldı cəmi? Əgər buradan belə də bütöv sağa çıxmaq imkanı verirsə, orada cəmi 70 metr qalıb avtobus zolağı. Konflikt nöqtəsi də odur. Onu oradan götürmək lazımdır. Başqa bir problem hələlik bu istiqamətdə yaranmayacaq. Sarı tordan da qorxmayın. Ox işarəsi də qoyulub. İndi ola bilər sıxlıq vaxtı siz o oxları görmürsünüz yerdəki xəttə, nişanlanma xətti. Amma o sizə icazə verir ki, bura daxil ola bilərsiniz. İndi bilənlər gəlirlər. Bax, bu qardaş bilir, gəlir, rahat hərəkət edir. Amma bəziləri də gedir o son nöqtədə, körpünün başında sağa çıxmağa çalışır. Orada da bir konflikt nöqtəsi yaranır. Bu da ümumi axına təsir göstərir. Xüsusən də pik saatlarda bu baş verir. Ən ciddi konflikt nöqtələrindən biri elə budur ki, burada nəqliyyat axını baş vermir. Çünki burada dayanmalıdır, yol verməlidir. Hələ burada çox saxlayıb adam düşürdənlər var. Düşürürlər, sonra düşürürlər parkinqə. Və qarşıda görürsünüz, biri də dayandı, o da adam düşürdür. Bax belə. Yəni, piyada svetoforuna burada əhəmiyyət verilmir. Ümumiyyətlə, burada ərazidə biz xidmət aparan yol patrul xidmət əməkdaşlarından da soruşduq. Digər burada daimi olan insanlardan da soruşduq. Və onlar da ən ciddi konflikt nöqtəsi kimi məhz buranı göstərirlər. Bura təklif edirlər ki, yerüstü bir körpü ataq və görürsünüz, adam düşürən. Qarşıda hərəkət edən piyadalar var. İndi deyirlər ki, buradan bir yerüstü bir körpü ataq. Düzgün deyil, yəni piyada yönümlü bir şəhər yaradırıq, insan yönümlü şəhər yaradırıqsa, bu düzgün deyil. Sadəcə piyadalar üçün bir mədəniyyət formalaşdırmaq lazımdır. Qırmızı işıq yanırsa gözləməlisən. Yəni yol burada bir mənalı olaraq piyadanın ola bilməz. Nəqliyyat vasitələri də nəzərə alınmalıdır. Hamı bunu başa düşməlidir. İndi aynanın əməkdaşı durub orada təsəvvür edin yolu tənzimləyir. Mənə elə gəlir ki, bir polis dayansa, bir yox, 5-10 polis. Bir həftə, bir ay burada cərimədən yatsa, elə keçənin, gəl bura. 20 manat, ged ödə. Yer gəlmişkən ödənməklə bağlı problemlər var. Piyadalar da ona görə arxayınlaşıblar ki, cərimə yazsalar da ödəməyəcəm və s. Onu da üzərinə düşmək lazımdır. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.